Salam əziz müəllimlər, hər vaxtınız xeyirli olsun. Mən Hafiz Yaqublu, MHM Tədris Mərkəzinin riyaziyyat müəllimi. Bu günləri sizlərə MHM Tədris Mərkəzinin təşkil etdiyi ümumi sınaq 1-dən riyaziyyat suallarının izahını verəcəm. Başlayaq birinci sualımızdan. Belə bir sual var. Rəqəmləri fərqli 5 rəqəmli bir ədəd var. Rəqəmləri fərqli sözü yadımızda qalsın. Aha. Sonra nə deyir görək indi bizə? Ədədinin 24-ə bölünməsindən alınan qalıq 15-dir. Olarsa, A-nın ala biləcəyi qiymətlərin cəmini tapın deyə bir sualdır. Əgər məndən 24-ə bölünmə soruşursa, qalıq qalıbsa, 24-ün bölünmə əlaməti necədir? 24-ün qarşılıqlı sadə olan vurğuları 3, 8-dir. Düzdürmü? Bəli, mənim. Qalıqda baxacaqsan. 15 3-ə tam bölünür. Tam bölündü. 15 3-ə tam bölünür. Qalıq qalmır. Buradan deyəcəksən ki, əgər, bax bu 24-ün vurğularının, əgər 15 3-ə qalıqsız bölünürsə, ədədin özü də 3-ə qalıqsız bölünəcək. 15 bölək 8, vurğularından biri 8-dir axı. İndi 15 bölü 8 bərabər 1 qalıq 7-dirsə, buradan deyirsən ki, qalıqda qalıq 7 qalıbsa, ədədin özündə 8-ə böləndə qalıq nə qalmalıdır? 7 qalmalıdır. Deməli, verdiyin ədəd 8-ə bölünürsə, qalıqda 7 qalacaq. 8-ə bölünmə əlaməti son 3 rəqəmdir. 5, 4, B. Bunu bölürəm 8-ə. Qalıq 7 qalmalıdır. 6 dəfə düşdü 48. Oldu 6, B. 60 neçədə? Yəni belə deyək. Bunu 7 dəfə yazsam 56. Məcburan B-nin yerində 3 olsun ki, çıxanda qalıq nə qalsın? 7. B-nin konkret 3 olduğunu artıq biz bilirik. B neymiş? 3 imiş. İndi 3-ə tam bölünür. 3-ə tam, bunun rəqəmləri cəmi, 3-ə bölünməkçi rəqəmləri cəminə baxmaq lazımdır. 13-dür. 13 plus A-dır. 2 qoyanda 15 eləyir bölünəcək. 5 qoyanda eləyəcək bizdə 18 bölünəcək. 8 qoyanda eləyəcək 21 bölünəcək. Amma burada belə bir şey var. Rəqəmləri müxtəlif dediyi üçün içində 5 var axı. 5-i təzədən yaza bilmərəm. Çox güman bəziləriniz bunu unudubsunuz. 2 ilə 8 bunların da cəmləri olacaq. A-nın ala biləcəyi qiymətlərin cəmini istəyir. Olacaq 10. C bəndi. Keçək ikinci suala. Parabolası üzərində bir nöqtənin koordinatları cəminin ala biləcəyi ən kiçik qiymətini tapın. İndi parabolada tutaq ki, indi kökləri bunun məsələn deyək də indi belə bir şey olsun, atıram. Bilmirəm nədir. Biri budur, biri budur. Parabolanın üzərində bir nöqtə götürək, bilmədiyim bir nöqtə götürək. X-na deyək A. O zaman bunun A verəndə görək Y nəyə bərabər olacaq? Elə bir X-i A olanda Y bərabərdir. X-in yerinə A qoyursan olacaq A kvadrat minus 7A plus 14. Elə bir dənə nöqtə axtarıram. Böyük bir, məsələn, B nöqtəsi axtarıram. X-i A olanda Y oldu A kvadrat minus 7A plus 14. Yəni özü olur da. Fikri bu oldu. İndi mənə deyir, bu koordinatları cəminin ən kiçik qiymətini tapın. Bunun koordinatları cəmi toplayanda A kvadratı minus 6A plus 14. Bunun ən kiçik qiymətini istəyir. Və salam. Bu sual vaxt zamanında miqədə düşüb. A minus 3-ün kvadratı plus 5 yazıram. Bunun ən kiçik qiyməti 0 olduğu üçün olacaq Ə2Q 5. Yəni D bəndi. Belə. Ədədi silsiləsində bunları verib, mənə deyir, silsilənin ümumi həddini tapın deyir. Gəl belə bir şey yazaq indi. Çox belə qeyri-adi bir şey fikirləşməyək. Bu A1-dir. Üstə gərək. A2-nin əvəzinə yazıram 2 vıraq A1 plus D. Üstə gərək 2 vıraq A1 plus 2D bərabərdir mənfi 27. A4-ün əvəzinə yazıram A1 plus 3D. Üstə gərək 2 vurulsun A1 plus 4D bərabərdir 6-ya. Burada olacaq A1, 2A1, 5A1, üstə gərək 2D, 2D, 4D bərabərdir mənfi 27-yə. Aşağıda olacaq 3A1, üstə gərək 11D bərabərdir 6-ya. Gəl belə bir şey. Buranı 3-ə vuraq, buranı 5-ə. Mənfi 81-ə 15A1 üstə gərək 33D bərabər 6-ya. Tərəf-tərəfə çıxsam, aşağıdan yuxarı çıxsam, olacaq 21D bərabərdir
Aşağının 5'ə vuranda 30 edir də, 30 yazın burada. Aşağını 5'ə vuranda 55 edir. Aşağını 5'ə vurmuşuq, yuxarını 3'ə. Aha, indi düz oldu. Bunun çıxanda qalacaq buradan. Düzəldim, burada 6 edir də, burada 30 elədi. Düzdürmü? Vurandan sonra edir bu ki 3A, 15A1, 55'dir. Aha, belə bir şey yazdıq. Yox, burada gözlə. Burada vuranda 4'dür, amma bir də şey yazanda belə olur da ona. Bunu vuranda bu olur 2A1, bu olur 2A1 plus 2D. Burada olur 2A1 plus 4D. Bunlar toplayanda olur 4A1, A1, 5A1 plus 6D olur. Aha, indi düz oldu. Yenə deməli, yuxarını 3'ə vursam olacaq 15A1 üstə gərək 18D bərabər -81'ə. 15A1 plus 55D bərabərdir 30'a. Tərəf-tərəf çıxsam 37D bərabər 111'ə, D bərabər 3'ə. D oldu 3. Yuxarıda yerinə qoysam 5A1 üstə gərək 18 bərabər -27'yə. A1 bərabərdir -9'a. Düzdürmü? 45 olur, -9 oldu. İndi bizlər silsilənin ümumi həddi soruşur. AM bərabər nəyə? A1 plus M minus 1 vuraq D'yə. AN'in qiyməti bərabərdir. A1'imiz -9 üstə gərək M minus 1 vuraq D'imiz 3'dür. Burada olacaq -9 plus 3M minus 3. O da olacaq 3M minus 12, yəni B bəndi. Belə. Deyir, Px çox hədisinin x plus 5'ə bölünməsi alınan qalığı tapın. Hələ ki, buranı unut. Sənə belə bir şey verib ki, Px'ın x plus 5'ə bölünməsindən alınan qalığı tapın deyir. X plus 5 bərabər 0, x bərabərdir -5'i qoyuruq. Yəni, P -5 bərabər sual. Mənə deyir ki, səndən P -5'i istəyir. Cavab səndən bunu istəyir. İndi baxıram yuxarıya. P'də -5, burada elə bir ki, -5 olmalıdır. Bax, içəridə -5 olmalıdır. Burada -5 olması üçün olacaq 3x plus 4 bərabər -5'ə, x bərabər -3'ə. X'in yerinə -3 qoysun, olacaq -5. -3 qoyanda -27 plus 9 plus 3 minus 2. Buradan eləyəcək -20, -17 olur da. Neçə olacaq? -17, yəni C bəndi. Aha, bərabərsini həll edin deyə bir sualdır. Diqqətlə mənə qulaq asın. Baxın, bu kökdür. Ancaq müsbət ola bilər, heç 0 da ola bilməz. Çünki 0 olsa bərabər gedir. Deməli, bu mütləqdə bu da müsbət olmalıdır. X kvadratı minus 1 böyüdür 0, -1, 1, müsbət, müsbət, tak. Birdən böyüklər lazımdır. Bir də -1'dən kiçiklər lazımdır. Eyni zamanda kökün altındakı ifadə 3 minus mod x böyüdür 0 yazıram. Normalda böyük bərabər, amma burada bərabəri ödəmədiyi üçün modul x kiçikdir 3'dən. Bu da olur x kiçikdir 3'dən, böyüdür -3'dən. Elə bir olacaq -3'dən 3 arası. Kəsişməsi belə olacaq. -3'dən -1'ə, 1'dən 3'ə, yəni cavab olacaq Y bəndi. Keçək indi növbəti 6-cı sualımıza. İntegral istəyir. -4'dən 4'ə qədərdir. İntegralı parçalayıram. Bizdə burada bax, sərhədlər 0'a qədərdir. -4'dən 0'a f x dx üstə gələk 0'dan 4'ə qədər. Çünki burada ən böyük sərhəd 4'dür. Olacaq yenə f(x) dx. İndi bax, buradan f(x) -4'dən 0'a qədər, yəni 0'dan kiçik qiymətlərdə x kubu plus x-dir. Olacaq belə. -4'dən 0'a qədər x kubu plus x. Bulardır. dx. Üstə gələk. 0'dan 4'ə qədər müsbət olan hissədə isə x kubu -x kubu minus x dx-dir. Bərabərdir. İndi adi integral hesablamaq istəyirəm. X kubu olacaq. X kubun x üstü 4 bölək 4 plus x kvadrat bölək 2 -4'dən 0'a üstə gələk. Olacaq. Qabağa bir mənfini çıxardıram, birbaşa ikisindən də çıxır da.
bölək 4 plus plus x kvadratı bölək 2, sərhədlərim isə 0-dan 4-ə qədərdir. 0 qoyanda olsa hamısı 0 olacaq, çıxaq. Mənfi 4-ü qoyanda olacaq, 256 bölək 4 edəcək, 64, üstə gələk, 16 bölü 2, 8, minus 4-ü qoyanda edəcək, 64, 64, plus 16, 0 qoyanda 0-dır. Bu eləyəcək 72, 72, mənfi 144. Yəni cavab olacaq A bəndi. Keçək növbəti sualımız. 7-ci suala. Əğrisinin əyilmə nöqtəsinin apsisi 1 olarsa, M neçədir? Əyilmə nöqtəsi nədir? Çökəklikdən qabaqlığa, qabaqlıqdan çökəkliyə keçmədir. Qabaqlıq ikinci tərtib törəmənin 0-dan kiçik olması, çökəklik isə ikinci tərtib törəmənin 0-dan böyük olmasıdır. Əyilmə nöqtəsi isə qabaqlıqdan çökəkliyə keçirsə, o zaman ikinci tərtib törəmə 0-a bərabər olmalıdır. İndi bunun ikinci tərtib törəməsini tapaq. Y' bərabərdir 3x kvadratı minus 6mx plus m. Bir dəfə də törəmə tapaq. 6x minus 6 bərabərdir 0-a. Apsisi 1 verib bizə. 6 vuraq 1 minus 6m bərabər 0. M bərabər 1. A bəndi. Keçək növbəti suala. İllik inflyasiyanın 50% olan bir ölkədə maaş alan hər 6 ayda 20% artarsa, alıcılıq qabiliyyəti necə dəyişər? Bunu mən sizə belə izah etmişdim. Demişdim ki, 100 manatlıq bir məhsuldur. Bunun qiyməti 10 manatdan, 100 manat maaş alan bir adam 10 manatdan 10 kiloqram alıb yeyə bilir. Bu normal vaxtdır. İnflyasiya olur. 50%'de 10 manatlıq mal olacaq artıq 15 manat. Bunu YouTube'da geniş izahını vermişəm. 15 manat oldu. 1 kiloqram mal elə oldu 15 manat. Əvvəl 10 kiloqram yeyə bilirdi. İndi qiymət olub 15 manat. Maaş da hər 6 ayda 20% artarsa. Deməli belə deyək də, birinci 6 ayda artdı, oldu 20%, 120. Sonra ikinci 6 ayda isə 120 də, bu ilin sonunda deyək axı, alıcılıq qabiliyyəti necə dəyişər deyək də. Bir ölkədə hər maaş 1 artarsa, alıcılıq illik inflyasiya, bu şərt yəqin sizdə düzəlmiş görəcəksiniz, alıcılıq qabiliyyəti necə dəyişərləyir. Məsələn, bir ilin sonunda olacaq burada, bir ilin sonunda elə bir düşünülür. İzah sınavdan qabaq çəkəcək, indi sınavda inşallah bunu düzəlmiş görəcəksiniz. Alıcılıq qabiliyyəti bir ilin sonunda necə dəyişir də, məsələn. İndi bu 6 ay keçdi, oldu 120, bir ilin sonunda deyimiz üçün bir dənə də elə bil ki, gələcək buradan alıcılıq qabiliyyəti ilin sonu. Siz elə bil ki, şərti belə görəcəksiniz. Aha. 120'nin də 20%'i eləyir. Çünki 6 ayda bir 20% qalxaq. Bu olur 24. 24 qalxsa olacaq 144. Artıq maaş oldu 144. Malın qiyməti isə 15'dir. 144'ü bölürəm 15'ə eləyəcək 9.6 kiloqram. Artdı, azaldı. Təbii ki, əvvəl 10 idi, olub 9.6 azalıb. Deməli, artanlar getdi. 10'dan 9.6'ya gəlibsə, aradakı fərq 0.4, bölək 10 vuraq 100. Cavab olacaq 40, daha doğrusu 4% olur da. 4%. 4% azalar. C bəndi. 9-cu suala baxaq. Cəmini tapın deyə bir sualdır. Bu 1 plus, bu eləyir 3'də 1, bu eləyir 6'da 1, nöqtə, ardıcıl cəmlərdə 1-dən 100'ə qədərlərin cəmi olacaq. 100 vuraq, 101 bölək 2 olur, 50 vuraq, 101'də 1. Ardıcıl ədədlərdə cəmlər istəyir. Hamısını cəmlədim, yazdım. İndi bax, ki, hər tərəfi 2'yə vuraq. Hamısını 2'yə vuraq. Olacaq belə. Elə bu, hamısının məxrəcini 2'yə vuraq. Yuxarını da aşağını 2'yə vuraq. Bu bir ki, bu qalsın yerində 1 qatmada sən bura 1 plus belə görək. Yuxarını da aşağını 2'yə vuranda olur 6'da 2, 12'də 2, nöqtə plus 100 vuraq 101'də 2. Hamısının sürətindəki 2'ni çıxardıram. Olur 6'da 1 plus 12'də 1 plus nöqtə plus 100 vuraq 101'də 1. 1 plus 2 vuraq. 6 nə deməkdir?
2-də 1 çıxaq 3-də 1. 12 nə deməkdir? 3-də 1 çıxaq 4-də 1. Plus axırıncı isə 100-də 1 çıxılsın 101-də 1. Bunlar hamısı gedəcək. Qalacaq belə 1 plus 2 vuraq 2-də 1 çıxaq 101-də 1. Nəysə, bunu da hesablayarsan alacaqsan 101-də 200 da. Yəni 2-ni vuraq, cavab görəsən ki, rahat bir şey alındı. Keçək növbəti sual. 10-cu sualımıza. Düzbucaqlı üçbucaqda BA perpendikulyardır AC-yə görürük. BD perpendikulyardır D-yə, onu da görürük. BD tənböləndir. Tənbölən. ABD-nin sahəsi 24'dür. Daha doğrusu ABD hədə 24. BDY-nin sahəsi 30 verib. Gör mən niyə edəcəm indi bax. Tənbölədə belə bir qayda var da. Burada məsələn tənbölənin ancaq sənə bu hissəni göstərirəm elə ki bax. Sarı ilə göstərdim yerə. Hündürlüklər bərabər olur. Tənböləndə indi bax. Bura 24-sə eyni üçbucaqlar alındı axı burada artıq. Bura 24-sə bura 24. Yerdə qaldı 6. Deməli balaca yerin sahəsi neçə oldu? 6. İndi bax, fikir ver. Sahələr hansı nisbətdə bölünüb? 4-ün 1-ə. O zaman burada tərəflər də 4-ün 1-ə bölünəcək. 4A, A. Yəni üçbucaqda hündürlük və ya hər hansı bir xətt sahəni necə bölürsə, 4 məsələn 24 4-dür. Mən o kvadrat idi, o oxşarlıqdadır. Sən qatma bunu. Yəni belə bir üçbucaq götür. Məsələn bura əgər 2 5-də sahələr də olacaq 2S 5S olacaq. İndi bir də hündürlüyü çəkib baxıb görə bilərsən. İndi deməli bu 4AA oldu. İndi bax bu özü düzbucaqlı üçbucaqda axı. Hansı? Bax belə göstərim də sənə. Hündürlüyün kvadratı H kvadratı bərabərdir 4A vuraq A-ya. Buna bir H desəm. H bərabər olacaq 2A-ya. H-mız oldu 2A. İndi gör nə deyirəm sənə. Bura qədər hamısını yazdım mı? Yazdıq mənim. Əsas bu A-nı bilirəm, 4A-nı bilirəm. İndi bax, bura əgər 4A-dırsa, burada olacaq 4A. Çünki tənbölənə görə. Məsələn, bura 2A-dırsa, burada olacaq 2A. Tənböləndə ki, bu qaydadır. Yəni, bura tənböləndə hündürlüklər bərabər olur. Bunlar bərabər olur. 2 bərabər kongruent üçbucaq alınır da burada. İndi yazdıq bunları. İndi gör nə deyirəm mən sənə. Bucaqları adlandıraq. Bura bir alfa deyirəm. Bura olacaq alfa. Alfa, alfa. İndi bura deyirəm beta. Alfa ilə betanın cəmi nə oldu? 90 dərəcə. Fikir verək. Bura betadırsa, burada olacaq alfa. Daha doğrusu bilmirəm. Yox, burası betadırsa beta. Çünki tənböləndə göstərdiyimə bax burada. Bunlar tənböləndirsə, bu da bir-birinə bərabər olacaq. Beta, beta. İndi bax, 90 dərəcə bu hissə olduğu üçün betadırsa, balaca yerə yazıram alfa, cəm 90 olsun. Alfa. İndi alfa plus beta 90 dərəcədirsə, 180 nəyə bərabərdir? 2 alfa plus 2 beta bərabərdir 180-ə. Düzdür? Bəli, mənim. O zaman burada 2 beta varsa, məcburam da burada 2 alfa olsun ki, cəm 180 olsun da. Oldu belə. Deməli, baxıram ki, indi alfa, alfa oldu. Bunları yazdım. Alfa. Bura oldu nesə? 2 alfa. O zaman buraya yazıram 2 beta. Niyə? Daha doğrusu bura alfadırsa, balaca yer deyirəm. Bura olacaq beta. Beta. Gəl buranın bir dənə sahəsini axtardım. Mənim buranın sahəsinə bir dənə deyək, S deyək. Mən deyirəm ki, ümumiyyətlə, bax, burada üç bucaqlar göstərəcəm. İndi sənə biraz burada çoxlu xəttlər oldu. Bax, burada balaca bir üç bucaq göstərirəm. Yəni, üç bucağı adlandıraq. S, burada bir H deyək. D, H, C. Balaca düz bucaqlı üç bucaq. Bucaqları neçədir bunun? Fikir ver, bax. Bucağının biri 90'dır. Biri 2 alfadır. Düzdürmü? D bucağı altını göstərək. 2 alfadır. H bucağı 90'dır. C bucağı da tutaq ki, bir dənə deyək, məsələn, nə olursa olsun da, onsuz da məsələn deyək də tutaq ki, bir dənə qamma olsun ki, rahat da indi vaxtımız çox gəlməsin deyə tapmıram da alfa ilə beta ilə ifadə eləmirəm. Belə yazdım.
İndi baxıram ki, böyük düzbucaqlı üçbucaqda da 2 alfa var, bucağı 90 var. Deməli, bunlar oxşar olacaqlar. Bunlar oxşardır. Üçbucaq deyək də, üçbucaq deyək. Üçbucaq. 2 alfa olan B'dir. 90 olan A bucağıdır. Sıralamalı C'dir. Baxıram, bunlar artıq bir-birinə oxşarlığına görə, bucaqlara görə. İndi burada baxıram ki, birində qammanın qabağında üçbucaqda 2A-dır, birində isə 4A-dır. Tərəflər hansı nisbətdədir? Oxşar üçbucaqlarda. Biri digərinin 2 mislidir. Yəni, bunun sahəsi, balaca üçbucağın sahəsi nədir? S plus 6-nın, böyük üçbucağın sahəsi 24, 24, 6 edir. 54 plus S bərabərdir. Birinin tərəfi 2A-dır, birinin tərəfi 4A-nın kvadratı. Oxşarlıqda kvadrat yazılır sahələrdə. S plus 6 bölək 54 plus 6. Başqa cür bir dənə də göstərəcəm. 54 plus S bərabərdir 1 bölək 4-ə. 4S plus 24 bərabərdir 54 plus S. 3S bərabərdir 30. S bərabər 1 başa alınacaq 10. S nə olacaq? 10. Bu da getdi belə. İndi bunu bir dənə başqa bir yolla göstərəcəm sizə indi. S bərabər oldu 10. Cavab olacaq A bəndi. Bunları silək. Sizə başqa bir şey göstərəcəm. Öyrənmək üçün bəzi şeylərdə biraz detallara toxunmaq lazımdır. Hər şey deyirəm ki, tam qaranlıq qalan bir yer olmasın sizə. Eyni şey olacaq. Yenə də eyni üsulla gedəcəm. Prosta bir də axırında başqa bir şey edəcəm. Yenə burada bir hündürlüyü çəkirəm ki, bunlar bərabərdir. Alfa. Yuxarının sayəsini 24 verib. Aşağıda bura 24 olanda bura olacaq 6. Bu hissəyə qədər eyni gələk. İndi burada sahələr 24 bölü 6 4 olduğu üçün 4A-nın A-yadır. Bura bir DH deyək. DH-ın kvadratı bərabərdir 4A vurağa. DH bərabər oldu 2A-ya. Bayaqki üsulla yazıram. 2A yazdım bura. Yazdım mı? Yazdıq. O zaman burada olacaq 2A, burada oldu 4A. Məsələn, elə bu üçbucaqda deyək. Üçbucağın sayısı 24 deyil. Kateterin hasilinin yarısı A-nı tapmaq istəyirəm. 4A vuraq 2A bölək 2 bərabərdir 24-ə. A kvadrat bərabər 6. A bərabər kökatda 6. Artıq tərəfi tapdım ki, kökatda 6 idi. Bura A yox, kökatda 6 yaza bilərəm. Bura oldu kökatda 6. 4 kökatda 6. 2 kökatda 6. Buranı yazdım. 2 kökdə 6. Buranı yazdım. Bu 6 sahə lazım deyildi mənə artıq. Gör nə deyirəm mən sənə indi. Buranı yenə alfa deyib. Bura beta oldu bayaqları. 2 beta. Bura beta ilə alfa ilə betanın cəmi 90 olduğu üçün bura alfa məcbur oldu ki, burada alfa olsun. Cəmi 180 olduğunda 2 alfa 2 beta 180. Baxıram alfa bu da bir təm bölən oldu. İndi bax, bunun buna nisbəti neçədir? 2 kökatda 6-nın kökatda 6-ya nisbəti 2-dir. O zaman bura olacaq 2A-nın A-ya nisbəti. 2x-in deyək. 2x-in x-a nisbəti. Bu təm-böləndə belədir. 2-nin 1-ə nisbətidirsə, bu da 2-nin 1 olmalıdır. Eyni zamanda bura 2 kökdə 6 deyil. 2 kökdə 6-dır. Burada kökatda 6-dırsa, hipotenuzu tapa bilərəm. Yəni DY-ni. DY-nin kvadratı bərabərdir. 2 kökdə 6-nın kvadratı plus kökatda 6-nın kvadratı. Bu da eləyəcək 30. D'yi bərabər kökdə 30-a. D'yi oldu kökdə 30. İndi bu T'yi təm-böləndir. Təm-bölən düsturuna görə kökatda 30-un kvadratı bərabərdir. Yan tərəflərin hasili 2 kökatda 6 vuraq 2x çıxar. Kökatda 6 vuraq x-dir. 30 bərabərdir 3 kökatda 6x. X bərabərdir 10 bölək kökdə 6-ya. Buranı aldım. Bu o zaman olacaq 2x olduğu üçün 20 bölək kökdə 6. Buradan təm-bölənin uc nöqtəsindən bucağa qədər, məsələn, DH-a qədər məsafə kökdə 6-dırsa, bu tərəfə də çəksəm, bu da olacaq. Bayaq deyək, bərabər kökdə 6-dır. Olacaq belə 20 bölək kökdə 6, həmin o üst bucağın sayısı. Vuraq kökdə 6, vuraq 2-də 1. Cavab olacaq 10. Yenə də DYC-nin sayısını tapdıq 10. Bu formada yazdım. Amma buna biraz vaxt getdi də indi 2 dənə sual, 2 həll işlədim deyə. İndi baxaq 11-ci suala. Tənliyinin kökləri x1 və x2-dir.
2x1-in kvadratı plus x1, x2 minus x2-nin kvadratı bərabər 9. Buradan belə bir şey deyək. 2x1-in kvadratı plus, bunu yazıram 2x1 vuraqlara parsalamaq üçün. Minus x1, x2 minus x2-nin kvadratı bərabər 9. Buradan 2x1-i çıxardaq. Qalacaq x1 plus x2 minus x2-ni çıxardıram digər tərəfdən. x1 plus x2 bərabər 9-a. Yuxarıdan x1 plus x2-miz nəyə bərabərdir? Bərabərdir 3a bölə a eləyəcək 3-ə. Bunun yerinə 3 qoysam olacaq 6x1 minus 3x2 bərabər 9-a. 3-ə bölsəm olacaq x1, 2x1 minus x2 də mənim vurğuları çıxarda bilərdim. Çox ehtiyac yoxdur. Yazdığımda fərqi nədir? 3. Elə şeylərə irişməyin. x1 plus x2 o da bərabər 3-ə. Tərəf-tərəf toplasam 3x1 bərabər 6-ya, x1 bərabər 2-yə. O zaman x2 də bərabər olacaq 1-ə. Kökləri hasilimiz x1 vuraq x2 baxıram. A plus 2 bölək a-dır. Kökləri hasilimiz 2-nin 1-ə vuram deyəcək 2. Çarpaz vursam a plus 2 bərabər 2, a bərabər 2. Məsələ həll oldu. B bəndi. Növbəti sualımız. Yəni, hər məsələ uzun getmir də gördüyünüz kimi. O mərkəzli çevrədə CDB 60 dərəcədir. DC, mən bunu biraz böyük göstərim sizə. Şey görəsiniz. DC 8'dir. Aşağı DY 5'dir. Radiusu tapın deyik. Bax, buradan belə bir şey edəcəm. Perpendikulyar çəkirsənsə vətər yarıya bölünür. Vətər 13'dür uzunluğu. 5, 8, 5, 13'dür. Yarısı olacaq 6.5. Bura qalacaq 1.5. 60 dərəcənin qabağındadırsa, indi bura bax, 60'ın qabağındadırsa, bura olacaq 1. Bura 30'da, 30'un qabağı 1.5'dirsə, bura olacaq 1.5 kökdə 3. Burada olacaq R. Pifagor teoreminə görə R-in kvadratı bərabərdir 6.5'in kvadratı plus 1.5 kök altda 3'ün kvadratı. R bərabər olacaq 7. Yəni cavab D bəndi. Daha öncə öz hesablayarsınız o xırdalıqları. 13. Funksiyası verilib. Gördüyünüz kimi sağ limit 0. X yaxınlaşır 0'a sağdan sağ limit. X yaxınlaşır 0'a soldan sol limit. Deməli, burada x 0'a sağdan yaxınlaşırsa, x 0 deyil də, məsələn 0 tam neçədir, düzdürmü? O deməkdir ki, x 0'dan fərqlidir. X 0'dan fərqlidirsə, burada baxacağım da, modulu açmaq istəyirəm. İndi gəl x 0'da sağdadırsa, x 0'dan böyükdür. Başlayaq modulu açmağa. Olacaq belə, hələ birinci içərdən başlayaq. Modulda x minus, içərdəki modulu açanda olacaq 2x bölək 2x. Oldu mənfi x bölək 2x. Onsa modul mənfini yiyir, getdi. Burada qalacaq x müsbət çıxacaq 2x. Çünki modul demişik, x-i müsbət qəbul eləmişik birincidə. Oldu 2-də 1. Deməli, sağ limit oldu 2-də 1. Yəni, a bərabərdir 2-də 1. Burada isə soldur. Yenə x kiçikdir 0-dan. Yenə demək 0-dan fərqlidir. Yenə yuxarıda baxacağım. Modulda x bu səfər mənfi açıldığı üçün olacaq plus 3x. Daha doğrusu 2x, aşağıda 2x. Yuxarıda oldu 3x bölək 2x. X mənfi olduğu üçün mənfi 3x bölək 2x. Cavab mənfi 2-də 3. Bu da oldu B bərabərdir mənfi 2-də 3-ə. Bunların cəmdə eləyəcək bizdə mənfi 1 B bəndi. Növbəti sual. 3 riyaziyyat fərqli-fərqlidir. Riyaziyyat, fizika. 4 fərqli fizika kitabı bir arada düzülərsə, fizika kitablarının yan-yana olması ehtimalını tapın. Bunlar bir rəfdə düzəndə, bunların yer dəyişməsi olacaq. Məxrəcdə ümumi hal 7 faktorial, 3 faktorial, 4 faktorial. 7 faktorial 7 dən kitabdır. 3 faktorial riyaziyyat kitablarının özlərinin ehtiyacı yoxdur. Elə olsun 7 faktorialda, düzdürmü? Bunlar məxrəcdə hamısı. 3 fərqli riyaziyyat, 4 fərqli fizika kitabı var. Bir həftə düzülərsə, olsun 7 faktorial. Çünki hamısı bir-birindən müxtəlifdir. Eyni olsaydı, o zaman mənim bəs eyni gəl buna bir düşünək. Riyaziyyat 1, riyaziyyat 2, 3. 3 fərqlidir axı. Fizika 1, 2, 3, 4. Bunu belə düşün. İndi fizika kitablarının yan-yana gəlməsi ehtimalı. Mümkün hal yazdıq. İndi keçək əlverişli hala. Fizika kitablarına bir yerdə baxsam, 1, 2, 3. Bunlara da bir əşya kimi baxsam, 4. 4 dənə kitab kimi.
Bunların yer dəyişməsi oldu 4 faktorial. Vuraq, fizika kitabları özləri arasında yerini dəyişə bilər axı. Bu da olacaq 4 faktorial. Bu elə bilirsən nəyə bənzəyir? 3 oğlanla 4 qız bir cərgədə düzəndə oğlanların yanaş gəlmə ehtimalı. Məxrəcdə 7 faktorial, sürətdə isə oğlanları bir yerdə baxıram. 3 qız, 1 oğlan kimi baxıram. 4 faktorial, bir də oğlanların yer dəyişməsi 4 faktorial. Bu olur 5, 6, 7. Bu da olur 24, 4. Cavab olacaq 35-də 4, yəni A bəndi. Keçək növbəti 15-ci suala. İfadəsinin açılışında x kubu, y kvadrat, z kvadrat olan həddin əmsalını tapın deyir. Multinom teoremindən istifadə edək. Bax, əmsal burada nədir? 7 deyil. Bu olur rahat birdən üsul deyirəm. İndi bunu keçdiyimiz qruplarda bilirlər, keçmədiklərimizdə, məsələn, indi əvvəlki illərdə hazırlaşanlar hamısı bilirlər ki, məsələn, bu necə də rahat bir qaydadır. Məsələn, mən bunu belə yazmışdım, bura kubu yazmışdım, sonra bura 4 yazmışdım, nə bilim, sonra belə açdım. Onlar edə bilərsən, amma bunun rahat yolunu deyirəm mən sənə. Bax, burada 7-dirsə, yazdım bura 7 faktorial, bölək. Qüvvətlər 3, 2, 2 deyil, olacaq 3 faktorial, 2 faktorial, 2 faktorial. Bunun binom üçün belə deyim, mən belə yazmır axı. Binomda da belə yazsan, o da problem yoxdur. Bu hamısı üçün ödəyir. Vuraq. İndi bax, birinci 2x-dir. Qüvvət nədir? 3-dür. İkinci mənfi y-dir. Toplanan üstündə kvadratdır. Digəri mənfi z-dir. Üstündə kvadratdır. Bu olacaq necə? Bu eləyir 4 faktorial gedir, qalır 5, 6, 7 vuraq. 8x kubu, y kvadrat, z kvadrat. Bunları da bir-birinə vursam 1680, yəni D bəndi olacaq. Bu qədər rahatdır. Yəni bu çox bəsit bir qaydadır. Keçəndə də inşallah bunu öyrənəcəyik. Statistikaya aid 16-cı sualda bir sual var. Deyir ki, sırasında medianı 25 olarsa, belə deyək, median tapanda kiçikdən böyüyə doğru düzülük. Hələ ki, ən balaca gördüyümüz nədir? 15, 16, 19, 23, 27, 33, 35. Bir dənə də x var. X bilmirəm, burada deyək olsun. Neçədə var? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənədir. Cüt sayda olanda median tapanda ortadakı ikisini toplayıb bölürdük 2-yə. Mən 23 ilə 27-dən ortaya, mənim məsələ gətirib bəlkə x burada olacaqdı. İndi ona görə səbirli oldu belə. Bunu niyə belə yazdım? Çünki medianı 25 verib. 23-dən həqiqətən də 27-ni toplayıb 2-yə böləndə 25. Deməli, ortadakı ədədlər 23-dən 27 olmalıdır. İndi bax, ortada bu olmalıdırsa, 3 dənə ədəd burada varsa, deməli, 3 də bu tərəfdə olmalıdır. Düzdür, 27-dən sağ tərəfdə olmalıdır. Yəni, x 27-dən sağ tərəfdə olmalıdır. Hamısı ödəyir. Bir dənə ödəməyən A-dır. 27-dən 3 dənə bu tərəfdədirsə, median ortada qalmalıdır ikisi. X bunlardan, məsələn, 27-dən böyük olacaq. Ödəməyən bir dənə A variantıdır, 22-dir. Növbəti sualımıza baxırıq. 3 ovçunun bir hədəfə atəş açır. Birincisinin hədəfə vurma ehtimalı 2-də 1, ikincisi 3-də 1, üçüncüsü 4-də 1-dir. Onlar üçü də eyni anda hədəfə bir dəfə atəş açanda, elə bir deyək, A 2-də 1, B 3-də 1, C 4-də 1-dir. Üçü də eyni anda hədəfə atəş açdıqda, hədəfin 2 dəfə vurulması ehtimalını tapın deyir. Yəni, 2 dəfə vurulması o deməkdir ki, ikisi vurulsun, biri vurmasın. Məsələn, belə ola bilər də. A, B, C deyil. A ilə B vursun, C vurmasın. Deyirsən, mənim niyə xeyr ola? A vursun, bu səfər B vurmasın, bu səfər C vursun. Sonra deyir ki, xeyr ola, A həmişə vurur. A vurmasın, B vursun, C vursun. 3 hal baxır da, yəni və ya. Məsələn, A vursun, B vursun, C vurmasın və ya A vursun, B vurmasın, C vursun. Bu formada ikisi vurmağı istəyirik. A-nın vurma ehtimalı 2-də 1, B-nin vurma ehtimalı 3-də 1, C-nin vurması 4-də 1 isə vurmaması olacaq 4-də 3. A-nın vurması 2-də 1, B-nin vurmaması 3-də 2, C-nin vurması 4-də 1-dir. A-nın vurmaması da 2-də 1-dir. B-nin vurması 2-də 1, 2-də 1-dir. Birdən vurması 2-də 1 isə birdən çıxanda o da 2-də 1 edir. İndi olacaq 20, 4, 3, 5, 6. 6 bölək 24, 1 böl 4, yəni olacaq A bəndi. Növbəti sualımız gəlir. 8. X minus 1 bölü x bərabər 3-dür. Bunun açılışını istəyir. Məsələn, belə bir şey deyim də sənə.
Müəllim, biz bunu nə tək açaq filan? X kubu minus, tutaq ki, sən desəm, Y kubunu aç. A kubu, B kubu deyək də. Bunu bir qeydə A minus B, A kvadratı, AB, B kvadratı. Belə də düzdürmü? Eyni bu məntiqi burada tətbiq edək. Birinci hədd minus ikinci hədd. Yazmışam, düzdürmü? Sonra bax, burada kub olduğu üçün bir dənə burada var. A, burada yazıblar A kvadrat. Bir dənəsini azaldıblar. O zaman buraya yazıram X üstü 4. İndi fikir ver. Bax fikir, burada plus AB olub. Elə bil ki, bunun qüvvəti, bax, burada B nədir? İkincinin qüvvəti, məsələn, burada B yoxdur da. O deməkdir ki, elə bil ki, məsələn, B-nin üstü 0-da deyə bilərsən də buna. Mən də və yaxud da elə bu mənfi 1x, mənfi 1 bölünsün x üstündə 0 deyirəm. Üstə gələk. Hamısı toplama gedəcək. Minusda birinci minus yazmışıqsa, bax, burada fikir ver, minus toplama. İndi sonra, birincinin qüvvəti azalır, ikincinin qüvvəti çoxalır. 1, gördüyünüz kimi belə. Elə bir bu x oldu, burada oldu. Burada deyək, hamısı toplama olsun da 1 bölü x-dir, üstündə 1 yazdıq. Yazmıram bunu, üstə gələk. Elə bu qüvvətlər cəm 4 olmalıdır. Yaxşı yazaq bunu. 4 olmalıdır. Burada yazıramsa 4, 3 olacaq 2, 1 bölü x-in üstündə kvadrat. X üstü 1, 1 bölü x-in 1 bölü x-in üstündə olacaq kub. Sonra olacaq burada x üstü 0, 1 bölü x-in üstündə 4. İndi gördüyünüz kimi həqiqətən də burada daha doğrusu mənfi 1 yox. 1 bölü x hamısı toplama getməlidir. Burada hamısına aiddir. Məsələn, A üstündə 7 çıxılsın, B üstü 7-dirsə, burada A minus B yazırsan, burada isə olur A üstü 6, plus da məsələn, birini yazıram, A üstü 5, B, A üstü 4, B kvadratı, daha doğrusu, hədə, belə formada, B kvadratı, bu formada gedəcək A kubu, B kubu, A kvadrat, B üstü 4. Cəmlər elə bir ki, 6 verməlidir. A, B üstü 5, sonra olacaq A üstü 0, B üstündə 6. Və bu formada bir yazılış yaza bilərik. İndi buradan, mən gördünüz də bunları artıq, bunlar lazım deyil mənə. İndi mən nə edəcəm burada? Burada yazıram x minus 1 bölü x. Burada olacaq x üstü 4 plus x kvadratı plus 1 bölü x kvadratı plus 1 bölü x üstü 4 oldu. X minus 1 bölü x'imiz var. 3'e bərabərdir. Bunu bir dəfə kvadrata yüksəltsəm olacaq x kvadratı minus 2 plus 1 bölü x kvadrat bərabər 9'a. X kvadrat plus 1 bölü x kvadrat bərabər 11'e. X üstü 4 plus 2 plus 1 bölü x üstü 4 bərabər 121'e. İndi buradan olacaq x üstü 4 plus 1 bölü x üstü 4 bərabər 119'a. Bu nədir? 3 vuraq. X 4 1 bölü x üstüne 4 olacaq 119. X kvadrat 1 bölü x kvadrat 11'e plus 1'e 141 edir 131. 131 vuraq 3. 393 cavab olacaq Y bəndi. Növbəti sualımız gəlir. 19. ABC daxildir. Müsbət həqiqət ədədlərdir. A plus B plus C 8 olarsa A kök altında verilib cəminin ən kiçik qiyməti. Bunu adətən 3 bucaq qaydasından yazırıq. Bir də bunu 2 üsul deyəcəm. Bunu Minkowski ilə göstərəcəm. Məsələn, adətən bunu belə yazırıq da. Bir düz bucaqlı 3 bucaq götürürlər belə. Fikir verin indi. Bura A deyək, bura 3 deyək. Buna verəcək bizə kök altında A kvadrat plus 9'a. Bura B desəm, bura 5 desəm, bunu almaq istəyirəm. Deyə B kvadrat plus 25. Bura C desəm, bura 7 desəm, olacaq kök altında C kvadrat plus 49. Elə bunlar bir düz xətt üzərində götürürəm ki, ən kiçik olsun da. Fikir verək indi. Məsələn, bunu bu formada yazıram. Deyə mənə bunu tapmaq lazımdır. Bunu silirəm. Buna bir C deyirəm. Deyə C-ni tapaq. Daha doğrusu buna bir D-ni tapmaq istəyirəm. Hamısı var axı. Bunu belə uzadıram. Bura B desə B, C desə C. Bura oldu ABC. ABC cəmi 8 idi. Bura 8'dir. Aşağıda bura 5 desə 5, 3 desə 3. 3, 5, 7 oldu 15. 15,
8 olacaq 17. D bəndi. 8, 15 oldu 17. Bu belə. Minkowski deyir ki, bax bunlar gözü böyük bərabərdir. Kök altında A plus B plus C böyük bərabər, Minkowski bərabərsizliyi böyük bərabərdir. ABC, bunlar yazdım, ABC kvadratı plus, bu nədir? 3, 5, 7 deyir. 3, 5, 7-nin kvadratına. Bunu hər zaman tətbiq edə bilərsiniz. 3 bucaqlı çəkməyə ehtiyacı yoxdur. ABC 8 olduğu üçün 64, üstə gərək bu da 225 eləyəcək, böyük bərabər 17 çıxır. Deməli, ən kiçik qiyməti nə olacaq? 17. Nöqtələri bir düz xətt üzərində olarsa, bax, bu nöqtələr verəndə bunun determinantını yazanda sıfıra bərabər olmalıdır da. Bunu bax, belə deyək. Üçbucağın sahəsi, elə bunlar bir düz xətt üzərindədirsə, bunların üçbucaq yarada bilmirlər. Yəni, elə bir ki, üçbucaq yarada bilmədikləri üçün, elə bir ki, sahə olmurdu orada, bir sahə yaranmır. 3 dənə nöqtə bir düz xətt üzərində olanda, burada başqa fərqli üsulla da işləmək olar. Məsələn, mən belə deyirəm də, buna adətən rahat olsun deyə. Bir düz xətt üzərində. Deməli, burada bir üçbucaq yoxdur. Üçbucaq yoxdursa, sahə yoxdur. 2 ilə 1, qabaqda 2 də 1 yazdıq. S bərabərdir. Üçbucağın sahəsi. 2, 1, A3, mənfi 1, 2. Bərabər olacaq 0. İndi mən bu determinantı hesablamaq istəyirəmsə, 2, 1, A3 necə hesablayırıq? Mənfi 1, 2. Yuxarıdakı sətri köçürdürəm aşağı. 2, 1. Bax. Birinci bu formada vura-vura gedirik. Olacaq 6 plus 2A minus 1 çıxaq bu formada. A minus 3 plus 4 bərabərdir 0-a. Burada olacaq 2A plus 5 minus A minus 1 bərabərdir 0-a. A bərabərdir mənfi 4-ə. Bu birinci üsul. İkinci üsul. Bunlar bir düz xətt üzərində. Mən bunu bilmirəm, unutmuşam. Siz ancaq öz tələbələrinizə demirsiniz falan belə. İndi yaxşı, belə deyək ki, tutaq ki, A2 1-dir. C mənfi 1 2-dir. Bunlardan keçən bir dənə düz xətt düzəltmək istəyirəm. Bunlardan bir düz xətt, 2 nöqtədən keçən düz xətti düzəltmək istəyirəm. Y bərabərdir Kx plus B deyək. 2 birdən keçisi olacaq. 1 bərabərdir 2x plus B-yə, daha doğrusu 2k plus B-yə. Mənfi 1 2-dirsə 2 bərabərdir mənfi k plus B-yə. Tərəf-tərəfə çıxsam 3k bərabərdir mənfi 1-ə, k bərabərdir mənfi 3-də 1-ə. Y bərabərdir, indi qulaq, k mənfi 3-də 1 oldusa, B bərabər olacaq 3-də 7 olacaq belə. Mənfi 3-də 1 x plus 3-də 7. A 3-dürsə, A'-nı tapmaq istəyirik biz. Olacaq buradan y-in yerinə 3 bərabərdir. Mənfi 3-də 1 A plus 3-də 7. Buradan keçsə bu tərəfə olacaq. Görün, hesablama səhv olmadı. 3k bərabərdir mənfi 1-ə. 2, 1, 2. Mənfi k plus B-yə. Çıxanda oldu 3k bərabər mənfi 1-ə. K bərabər mənfi 3-də 1-ə. Müsbət olur orada. B bərabərdir. 3-də 5 olur da, hə, burada. 3-də 5, bəli. Burada olacaq 3-də 1 A bərabərdir mənfi 3-də 4-ə. A bərabərdir mənfi 4-ə. Çünki 3-də bunlar bir düz xətt üzərindədirsə, həmin bu B nöqtəsi də bu düz xəttin üzərində olduğu üçün oldu mənfi 4. 21-ci suala baxaq. Verilmiş trapesiyanın BC ətrafına bir dənə tel bağlayaq. 360 dərəcə dönsə. Dönəndə bu gələcək belə. Belə bir şəkil alınacaq da. Fırlanacaq. Burada bir kəsik konus alındı. Alınan kəsik konusunun həcmini tapın deyir. Kəsik konusunun həcmi V bərabərdir 3-də 1 pi h r kvadrat r plus r-in kvadratı. Hər şey var da. Birinin radiusu 2-dir, birinin radiusu 4-dür, hündürlüyü də var. B bərabərdir 3-də 1 pi h-ımız 3-dür, görürsünüz, hündürlüyü 3-dür. R-in kvadratı olacaq 16, r 8, digər də olacaq 4. Cavab olacaq 28 pi, yəni B bəndi. Rahat idi. Tiri 4 olan kubun, bir kub çəkək.
içərisinə yerləşə biləcək ən böyük həcmli silindrin. Gəl bura bir silindr yerləşdirək. Ən böyüksə bütün divarları tutsun. Bir silindrdir. İndi T 4-sə burada olacaq silindrin radiyusu olacaq 2. Həcm istəyir. Silindrin həcmi V bərabərdir pi r-in kvadratı h-dır. Pi r-in kvadratı olacaq 4. H-mız da ki, tildir də 4-dür. Cavab olacaq 16 pi. Mənə deyir, neçə pidir? Cavab oldu 16 pi D bəndi. 23 ifadəsinin qiymətini tapın deyə bir sualdır. Belə deyək, bunu açaq. Kosinus, elə buna bir alfa, buna bir beta deyirəm. Olacaq kosinus alfa, yəni arc sinus 2-də 1, kosinus beta çıxaq sinus alfa sinus beta. İndi kosinus aksinus deyil bu. Kosinusdan aksinus. Aksinus 2-də 1-dirsə əgər, məsələn, burada göstərim, aslında şifahi görünür. 1, 2-dirsə sinus bu bucağa görə. Bu olacaq kökatda 3. Düzdür? Kosinus olur kökatda 3 bölə 2. Aktangis 4 bölü 3 bölü 4-dirsə, bu olacaq 5. Kosinus 4-ün 5-ə. Çıxaq. Sinus aksinus 2-də 1 daha burada bu arada. Bunlar bir-birini apardı. 2-də 1. Burada sinus isə 3 bölü 5 olur. Olacaq 10-da 4 kökatda 3 minus 3. B bəndi. Tənliyinin 0-360 arasında ən böyük kökün tapın. Sinus sinusa bərabərsə dərs zamanında dedik ki, bilməyənlər də yaxın zamanda keçib biləcəklər, çox rahat. Sinus sinusa bərabərsə əgər sinus alfa sinus beta'ya cəmləri yazanda plus bərabər deyək 180 plus 360k yazırıq. Fərqlərini yazanda isə 4x minus 60 minus x bərabər ilə 360k yazırıq. Niyə olduğunu hamısını göstərmişəm. 5x bərabərdir 240 plus 360k'ya, x bərabərdir 48 plus 72k'ya. Ən böyük qiymətli üçün k'ya 4 verirəm. Olacaq 48 plus 288, 312 bu edir ən böyük. Bura baxaq. 3x bərabər 60 plus 360k'ya, x bərabər 20 plus 120k'ya. Burada 3 versəm çox olar. 2 verəndə də olacaq 20 plus 240, 260. Burada ən böyük 260. Təbii ki, yox, toplayanda səhv topladım. Burada 336 edir də. 8 plus 280, 336 edir. Cavab olacaq B bəndi. 25-ə baxırıq indi. Deməli, 25-ci suala baxaq. D1 D2-yə paraleldir. Bərabər olan bucaqları görürük. BC-dən DF, FC tən böləndir. BCF BCF 80 dərəcədir. BCF verib 80. DYF 110. BDY-ni tapın deyə bir sualdır. Mən neyəm? Bura bir alfa, alfa deyək. Bura bir beta, beta deyək. Burada bir M hərfi görəcəksən, bax. Alfa plus beta bərabərdir 80 dərəcə olduğunu artıq görürük. Düzdürmü? Bəli. Bunu belə uzadaq. Bura 2 betadırsa, bura 110-dursa, bura olacaq həmin bucaq. 110 çıxaq 2 beta. Çünki ikisini toplayanda betalar getsin, xarici bucaq alınsın. İndi eyni qayda bura bir x-dir. X nəyə bərabər? Böyük bir M hərfi göstərirəm sənə, bax, belə. Buradan olacaq necə? X bərabərdir 2 alfa üstə gərək. Buradakı bucaq 110 çıxaq 2 beta bərabər olacaq. Düzdür? Yox, səhv yazdım. İkisi də xarici bucaq imiş burada. Bu 70 olsun. O zaman bu 70 çıxaq 2 beta olması üçün olacaq 2 beta çıxaq 70 deyək. Demək ki 2 beta bu olsun. 2 hədə 70 ilə toplayanda bəli xarici bucaq 2 beta alınacaq. 2 beta çıxaq 70-ə.
Buradan x bərabərdir 2. Alfa plus beta çıxaq 70. Alfa plus beta 80 olduğu üçün 2 vuraq 80 çıxaq 70 cavab olacaq 90. Məndən soruşduğu cavab nə oldu? 90 D bəndi. Bunlar biraz xoşum gəlmir bu tip suallardan. Hansı mənasız bir şey kimi gəlir mənə. Bu tərsinə çevriləndə olacaq loqaritma 9-dan 18, digər loqaritma 9-dan 2 bərabər k-ya. Bu olacaq loqaritma 6-dan 54, üstə görək loqaritma 6-dan 2. Bu olacaq loqaritma 6-dan 108-ə. Bu olacaq loqaritma 9-dan 36 bərabər k-ya. Bunu yazıram 1 plus loqaritma 9-dan 4. Bu 36 4 vur 9'da axı. 9'dan 9, 9'dan 4 k-ya. Bu da eyni anda həm aşağıdan həm də yuxarıdan bir kök alıram. İkinci dərəcədən olacaq loqaritma 3-dən 2 bərabərdir k-ya. Loqaritma 3-dən 2 bərabər k minus 1-ə. Bu 108-i yazıram loqaritma 6-dan 36 plus loqaritma 6-dan 3. 6-dan 36 bizdə verəcək 2 üstə gələk. Bunu yazıram 1 bölək loqaritma 3-dən 6. Bu da olacaq bizdə 2 üstə gələk 1 bölək. 1 üstə gələk loqaritma 3-dən 2. 2 plus 1 bölək. 3-dən 2-nin əvəzinə yazıram 1 plus k minus 1 olacaq 2 plus 1 bölək k. K-da 2k plus 1. Y bəndi. İndi baxaq 27-ci suala. Deməli, bu 3 əsasdan olduğu üçün işarə dəyişməyəcək. Modulda 3 minus 4x böyükdür 9-dan. Düzdürmü? Burada olur 3 minus 4x bir dəfə böyükdür 9-dan. Bir dəfə də 3 minus 4x kiçikdir mənfi 9-dan. Burada 4x kiçikdir mənfi 6. X kiçikdir mənfi 2-də 3-dən. Burada olacaq 4x böyükdür 12, x böyükdür 3-dən. İndi burada birləşmə olmalıdır. Düzdürmü? Böyükdürsə birləşmə olur burada. İndi burada böyükdürsə bərabərsə birləşmə. Buradan fikir verir ki, bir həllimiz belə olur. Mənfi 2-də 3-dən kiçiklər 3-dən böyüklər. Bizim həllimiz buradır. Bəs həllimizin olmadığı aralıq haradır? Buradan buraya qədər həllimiz yoxdur. Həll yox. Yəni mənfi 2-də 3-dən 3-ə qədər həllimiz yoxdur. Mənim niyə daxil olacaq? Burada həlli olanda daxil deyilsə, deməli həlli olmayanda daxil olacaq da. Buradan buraya da həll yoxdur. Ümumi cavabdan həmin bu aralığı çıxanda, deməli bu aralıqdan başqa hər yerdə bizim həllimiz var. Fərqli formada verilib. Elə bir burada. 28-ə baxırıq. Bunu tərsinə çevirsəm, olacaq x plus y bölünsün x y. Bu da 1 böl x plus 1 böl y bərabər oldu 4-də 3-ə. Düzdürmü? Bəli. İndi bunu tərsinə çevirsəm olacaq eyni qayda ilə 1 bölək y plus 1 bölək z bərabərdir 6-da 5. Amma bunu tərsinə çevirməyə ehtiyac yoxdur. Onsuz da bunu parçalayanda 1 bölək x 1 bölək z bəzilərimizi bu çaşdırıb 12-də 7-yə. Tərəf doğru toplasam hərəsindən 2 dənə olur. 1 bölü x 1 bölü y 1 bölək z bərabərdir 12-də 9 10 19 26-ya. Bu da olacaq 6-da 13, 1 böl x, 1 böl y, 1 böl z bərabər 12-də 13-ə. İndi bizdə 1 böl y-dən məndən bir z-i soruşur. O zaman bunların cəmləri 4-də 3-dür. 4-də 3 plus 1 bölək z bərabərdir 13 bölək 12-yə. 13 böl 12 bərabərdir 12-də 4. Daha doğrusu 1 böl z bərabər 12. Z də bərabər oldu 3-ə, yəni B bəndi. Kəskin iki müstəvi arasındakı bucaq 45 dərəcədir. Tərəfi 10 olan bir kvadrat bir müstəvinin bir üzərindədir. Bu kvadratın digər müstəvi üzərində ortogonal proyeksiyasının sahəsini tapın deyə bir sualdır. Müstəvini düşün. Bunların arasında bucaq 45'dir. Fikir verir ki, indi göstərməyə görə bunun üzərində birinin kvadrat var, digərinin isə ortogonal, yəni perpendikulyarlardan düşür. Burada bir bizdən bu aşağıdakının sahəsini istəyir. Deməli, o necə tapılır? S ortogonal proyeksiya bərabərdir. S vurulsun kosinus alfaya.
tərəfi 10 olan kvadratın elə bu ki, kölgəsini istəyir də bizdən proyeksiyasını. S ortogonal proyeksiya bərabərdir. Tərəf 10 olan kvadratdırsa 100, vuraq kosinus 45. 50 kökdə 2, yəni C bəndi. Mənə deyir ki, 30-da Z plus modulda 5 plus 3i bərabər 5. Bu bir çevrədir. Radiusu 5 olan bir çevrədir. Mərkəzi bəs hardadır? Elə buna deyək bir A plus BI deyil. Üstə gələk 5 plus 3i isə Z. İndi buradan olacaq A plus 5 üstə gələk B plus 3i bərabərdir 5-ə. Bu mərkəzi -5, -3'də olan -5, -3'də olan bir çevrədən söhbət gedir. -5, -3. Radiusu da 5'dir. Bir çevrə götürək. Bu buna toxunmalıdır. Deyəsən mənim niyə toxunmalıdır? Ona görə toxunmalıdır ki, fikir ver. Radius 5'dir. Buradan buraya qədər məsafəmiz nədir? 5'dir. Deməli, bu elə olur radiusun özü. Deməli, bura toxundu. İndi bax, bu mənə deyir ki, arqumentin ən böyük qiymətini tapın. Arqument nədir? X oxunun müsbət istiqamət ilə yaradılan bucaqdır. Burada kvadrat başlanğıcından bura Z-dərdir. Sonsuz sayda Z var. Biri belə düşün, birini belə düşün, belə düşün. Bucaqlar get-gedə çoxalır. Bəs ən böyük bucaq hansı olur? Məsələn, buradakı bucaqda var. Get-gedə məsələn bucaq böyüdür. Bir də var, bura qədər ən böyük, bura qədər toxunanı çəkir. Bir də çevrənin, məsələn, Z-in çevrə üzərində Z-dərdir də, sonsuz sayda. Bura qədərdir. Deməli, buradan bura qədərdir. Bu da düz gəlib hara düşür? Elə, bax, bu koordinat oxuna düşür də. 90, 90, 90 olacaq elə bir ki, 270 D bəndi. Ən böyük. Buradan bura qədər bucağımız olacaq 270. Şey sualdır bu. D bəndi. Bu rahatdır. ABC trapesiyasında YF orta xətti 3ABC. Məsələn, mən buna bərabərləşdirmək üçün buna 10x desəm, buna da deyərəm 6x. AB olsun 10x, bu da olsun 6x. Və ya da 5-in 3-ə nisbətlə 5x də yaza bilirsən, burası kəsir olacaq onda. Bura 6x ise orta xətt olduğu üçün bura olacaq 3x. Bu da orta xətt olduğu üçün olacaq 3x. İndi bax, bura 10x-dırsa, bu 3 bucağın içərisində deyəsən mən bu hardan 3x olur? Bax, bu 3 bucaqda axı balaca bir 3 bucaq bax. 6x ise orta xətt olduğu üçün olur 3x. İndi eyni qaydadan burada da bir 10x olansa bura olacaq neçə? 5x. O zaman yerdə qalacaq 2x. Kail oldu 2x. Elif oldu 3x. 3'də 2, yəni cavab olacaq C bəndi. Deməli, verilmiş şəkildə AB, BC, CD və AD yarım çevrələrinin, yarım dairələrinin diametrləridir. Rənglənmiş hissənin perimetri 36 pi, 6AB bərabərdir 3BC bərabərdir 2CD. Tutaq ki, bunları bir 12x-a bərabər edək. Bu olacaq 2x, 4x, 6x. AB oldu 2x. BC 4x, CD 6x oldu. İndi mənə deyir ki, rənglənmiş hissənin perimetri. Böyük, bax, bunun diametri AB verib 2x. Görürsünüz. Və yaxud da radiuslar olsun x, x olacaq. Burada olacaq 2x, 2x mərkəz. Bunun mərkəzi də olacaq 3x, 3x. Bəs ümumi böyüyün, bura olur 12x. 12 toplayan deyirik 12x. O zaman elə mərkəz olacaq bura. 6x, 6x. Böyüyün radiusu oldu 6x. İndi, məsələn, bax, bu perimetr budur ki, məsələn, bax, bu yarım, bu, burada rəngləyən yerlər, bax, burada rəngli hissənin perimetridirsə, olur ki, harda hissə varsa. Məsələn, buradan buraya qədər kiçik çevrənin elə bir şey, yarım uzunluğudur da. Çevrənin uzunluğu 2πr olduğuna görə 2πr'imiz x-lar 2'ye bölürəm yarısı da olur πx. Yəni elə bir də 2'ye vurmağa yox da px elə bir çevrənin uzunluğu, yarım çevrənin uzunluğu px 2'ye böldüyüm üçün. Burada olacaq radius πr olur da. Πr. Burada olacaq pi vuraq 2x. Burada olacaq pi vuraq 3x.
Böyüyün radiusu 6x olduğu üçün olacaq pi vuraq 6x. Ümumiyyətlə toplayanda bunlar hamısı bərabər olur 36 pi-yə. Burada olacaq deməli 3, 6, 12 pi x bərabər 36 pi-yə, x bərabər 3-ə. X oldu 3. X-i yerinə 3 yazsam 3, 3, 6, 6, 9, 9, bura olacaq 18. Rəngli hissənin sahəsini tapın. Birinci yarım dairənin sahəsini taparam. Sonra çıxaram ağ yerləri. Radius 18 isə sahə olacaq pi s bərabər pi r-in kvadratı olduğu üçün yarımda axı 162 pi-yə. 162 edir. 20 bölüm hesablamaq, bəli 162 pi-dir. İndi balacanın sahəsi normalda 81-in yarısı olur. Elə bir 162 pi çıxılsın bu hissə. Radius 9 olduğu üçün 81 pi dairənin sahəsi yarısı çıxaq. Radius 6 olduğu üçün 36 pi-nin yarısı çıxaq. Radius 3 olduğu üçün 9 pi-nin yarısı çıxaq. Buradan da neysə hesablayanda da vaxtımız getməsin birbaşa alınacaq 99 pi. Deyir ki, K daxildə R üçün parabolanın keçdiyi sabit nöqtənin koordinatları cəmini tapın deyir. Yəni bu K-dan asılıdır da görürsünüz. Burada K dəyişdikcə K istənilən həqiqətdə də ola bilər deyir. Məsələn, K-ya 1 verəndə parabola tutaq ki, belə olacaq. Məsələn, hansısa nöqtələrdən keçəcək. K-ya 2 verəndə artıq, məsələn, deyək də bunu belə götürək. K-ya 2 verəndə artıq tutaq ki, buradan keçəcək. Gələn dəfə K-ya, məsələn, -5 verəndə buradan keçəcək. Hər dəfə fərqli yerdən keçəcək. Artıq burada sabit bir nöqtə olmayacaq. Deməli, sabit nöqtə olması üçün düşünməliyəm ki, K-ya nə verirəmsə verim, dəyişməsin. K-nın dəyişməməsi üçün K-nın əmsalı gərək belə ola da 0 ola ki, K-ya istəyən 1 ver, istəyən 2, istəyən 3 ver, heç bir mənası olmasın. Ki, bunu belə yazaq. Fx bərabərdir x kvadratı minus 3 plus 2 minus x vuraq K. Yəni bu K-nı çölə çıxartdım buradan. K-nın əmsalı 2 0 olsa, K-dan asılı olmayacaq da artıq bu. 2 minus x bərabər 0, x bərabər 2-yə. X 2 olanda artıq K qalmayacaq. X-ə 2 verək. Olacaq fx bərabərdir x kvadrat minus 2x plus x-ə 2 versəm, olacaq elə ki 4 minus 2k minus 2k plus 2k minus 3 olacaq 1. X-a 2 verəndə olacaq 1. Deməli belə çıxır ki, sabit olan axtardığımız nöqtə 2, 1-dir. Bunun mənə deyir koordinatları cəmini tapın. 2 ilə 1-in cəmdə eləyəcək 3. Həqiqətən də 2, 1 nöqtəsi olanda, x 2 olanda k qalmayacaq. Funksiya daima elə bir ki 2, 1 nöqtəsindən keçmiş olacaq. Artıq orada elə bir ki şey qalmayacaq da bizdə k nə olursa olsun 2, 1 nöqtəsində nə verirsən ver k-ya, istəsən 3 ver, istəsən 5 ver, hər zaman gəlib bu 2, 1 nöqtəsindən keçəcək. Özünə yoxlayıb baxa bilərsən. Bir çoxluğun n dənə elementi var da bilmirəm. 4 elementli alt çoxluqların sayı k-10 n-dən 4. 2 elementli alt çoxluqların sayına bərabərdir. N-dən 4 bərabərdir n-dən 2-yə. Bunun bərabər olmaq üçün n bərabər 4 plus 2, n bərabər 6 olmalıdır. Yəni 6-dan 4-dən 6-dan 2 bir-birinə bərabərdir kombinizonda. Deməli bu çoxluğun 6 dənə elementi var. Bu çoxluğun ən az 4 elementli alt çoxluğların sayını tapın. Ən az 4 olur ki 4 elementli ola bilər, 5 elementli, 6 elementlilərin sayını soruşur. 6 dənə elementimiz varsa 4 elementlilərin sayı olur 15. 5 elementlilərin sayı 5, 6 elementlərin sayı 1. Cəm olacaq 20, 15, bu edir 6, 22. Y bəndi. Verilmiş şəkildə 10 mərkəzi yarım çevrədə AYC düzbucaqlı üstbucağında F toxunma nöqtəsidir. Okay. B nöqtəsində isə AC tərəfini kəsir, onu da görürəm. CD 30, bura olacaq 15, 15, DY 10'dur. AB-nin uzunluğunu tapmağımı istəyir. Radius oldu 15. Bunu belə çəkək. Bura 15-dirsə, bura 25-dirsə, bura olacaq 20. FY oldu 20. Oldu mu? Oldu. İndi baxın bura. Buradan nə deyirəm? Oxşarlıq görə bilərəm də. Məsələn, bura bir alfa desəm, beta, alfa ilə beta 90 olduğu üçün təpədəki bucaq 90-dırsa, burada olacaq beta. Oxşarlığa görə alfanın qabağındakı 15-in, digərində alfanın qabağında C-yə nisbəti bərabərdir. Hipotenuzların bir-birinə nisbəti 25 bölək 40-a. Buradan da olacaq AC bərabərdir 24-ə.
AC oldu 24. Bura 24'dür. Bura 40'dırsa elə bir ki 3-ün 8-in 32. Bura olacaq 32. Oldu bu 12. Pifagor teoremine görə tapdım da. İndi 32-dən elə bir 20-ni çıxdım oldu 12. Bu toxunandır. AF-in kvadratı bu kəsəndə axı, kəsənin çöldə qalan hissəsi vuraq ümumi uzunluq AC. AF 144 bərabərdir AB. Məndən bunu soruşur. Vuraq AC-miz də 24. AB bərabər oldu 6, yəni B bəndi. Şəkildə 5 kongruent kvadrat verilmişdir. 1, 1, 1, hamısının tərəfinə 1 deyək də. 1, 1, 1, 1, 1, 1, 1, hamısına 1 yazdım getdi. Mənə deyir ki, tangens alfanı tapın deyir. Bura alfadırsa, qarşılıqlı bucaqlar olduğu üçün burada alfadır. Bura bir beta deyək ki. Bura nə olacaq? Alfa plus beta. Belə bir şey indi. Alfanı rahat görəmirəm deyə belə bir şey yazdım da. Buradan məsələn tangens beta nəyə bərabərdir? Böyük düz bucaqlı üç bucağa bax mənə. Tangens nə deməkdir? Tangens beta bərabər qarşıdakı katetin 1-in 4-ə nisbəti. 1/4 oldu. Bəs tangens alfa plus beta nəyə bərabərdir? Bu bucağın tangens alfa plus beta. Bu düz bucaqlı üç bucaqda bax bir dənə. Tam gördüyüm tərəflərdə baxıram da. 1, 1'dir bura. 2'nin 1'ə nisbəti düz bucaqlı üç bucaqda. Yəni olacaq 2 bölək 1, yəni 2. Gəl tangens bunun açılışını yazaq. Olacaq tangens alfa, tangens beta. 1 minus tangens alfa, tangens beta bərabərdir 2'yə. Tangens beta'nın qiyməti 4/1'dir. Tangens alfanın məsələn x deyə. X plus 4/1. 1 minus tangens alfa x vuraq 4/1 bərabərdir 2'yə. Bunu çarpazı vursam x plus 4/1 bərabər 2 minus 2/1 x-a. 2'də 3x bərabərdir. 2 minus 4/1 olacaq. Mənfi 4'də mənfi olur yoxsa müsbət? Müsbət 4'də 7'yə. X bərabərdir 6'da 7. Yəni Y bəndi. 37. A, B, C, D, Y, F düzgün altı bucaqlı verilib. ABK kvadratdır. A. Altı bucağın tərəfləri A yazdım. Burada bir bucağımız neçə dərəcədə? 120 dərəcədə altı bucaqlıda. Bu da 120. Kvadratda 90'dır. Yerdə qaldı 30. Əgər bura 30'sa bu bərabəryanlı 3 bucaqda olacaq. Bura 75, 75. Yerdə qaldı 45. Cəmi 120 olması üçün. İndi bura bir alfa deyək. Alfa 120, 120. Burada da 45 var. 1, 2, 3, 4 bucaqlının daxili bucaqları cəmi 360 olduğunu bilirik. X bərabər 75. Bura 75 ise bunun qonşusu nə olacaq? 105 və ya başqa cür də görə bilərdik. Bu xəttlər paralel xəttlərdir. Bura 75 ise bura 75 olacaq. Çarpazlığa görə o yandakı da olacaq 105. D bəndi. 38. Funksiyasının tərsini. Gəl buna bir y bərabərdir. X bərabərdir loqaritma 3'dən 3y minus 1. 3y minus 1 bərabər 3x-a. 3y bərabər 3x plus 1'ə. Y bərabərdir 3'də 1, 3x plus 3'də 1. Tərsinin bir nöqtəsindəki törəməsi. Y' bərabərdir. Olacaq 3'də 1, 3x vuraq ln 3. 3'də 1'in törəməsi gedəcək. Bunun birdəki qiymətini istəyir. Bu da bərabər olacaq. 3'də 1, 3 üstündə 1 vuraq ln 3. Cavab olacaq ln 3 Y bəndi. İndi baxaq 39-cu suala. Sinus x plus kosinus x böyüdür 1 bərabərsizliyinin 0,2 pi parçasındakı həllini tapın. Köməkçi bucaq daxil edək. Hər tərəfi kökatda 2'yə bölək. Əmsalların kvadratları zəmin olacaq. 1 böl kökatda 2 sinus x 1 böl kökatda 2 kosinus x böyükdür. 1 böl kökatda 2'dən. Bu bizə versin kosinus pi böl 4'ü. Bu da versin bizə sinus pi böl 4'ü. Bu nəyin açılışı oldu? Sinus x plus pi böl 4'ün açılışıdır. Böyükdür 1 böl kökatda 2'dən. İndi burada baxıram nəyə? Sin bunu yazdıq, düzdürmü belə? Aha. Sinus da bərabərsi də belə idi.
Bizə 1 bölü 3/2-dən elə bil ki, bundan böyüklər lazımdır. 1 bölü 3/2-dən böyüklər. 1 bölü 3/2-dən böyüklər lazımdırsa, yuxarı hissə lazımdır bizə elə bil buna. 1 bölü 3/2-ni alır sinus pi bölü 4-də. İkinci qübdə isə olur pi minus pi bölü 4. Pi bölü 4-dən elə bir arqument olacaq. X plus pi bölü 4 harada yerləşəcək? Pi bölü 4 plus 2 pi k'dan 4'te 3 pi plus 2 pi k'ya kadar. Buradan da pi bölü 4 geçsem olacak 2 pi k kiçikdir, x kiçikdir. Burada olacaq pi bölü 2 plus 2 pi k'ya. K'ya 0 versəm olacaq 0 kiçikdir, x kiçikdir, pi bölü 2. K'ya 1 versəm artıq 0 2 pi parçasına düşməyəcək. Düşən hara oldu? 0 pi bölü 2, yəni y bəndi. Nəhayət sonuncu sualımız asan bir sualdır. Qatar tunel. S qatar plus S tunel bərabərdir V vur T. Qatar tunelə girəndə qatarla tunelin uzunluğu toplanır. Niyəsini göstərmişəm bunun. S qatarın uzunluğu deyir ki, öz üzərindən S qatar bilmirəm x-dir. Tunel deyir bundan 6 dəfə böyükdür. 6x-dir. X plus 6x bir tuneli sürəti 80 metr bölü dəqiqə olanda 14 dəqiqə keçir. Qatarın uzunluğunu tapın. Elə x oldu qatarın uzunluğu 160 C bəndi. Bu qədər kifayətdir. Sağ olun, salamat qalın. Növbəti izahlarda görüşənədək.